Nə zaman biz səhv səcdəsini edirik? Yəni salamdan sonra, yoxsa salamdan əvvəl? Bu da bu məqamdır. Deyək ki, alimlər gətirirlər ki, əgər biz namazı artıq qılmışıqsa, o zaman səhv səcdəsini salamdan sonra edirik. Əgər namazı əksik qılmışıqsa, o zaman deyək ki, təşəhhüd bitdi, səhv səcdəsini edirik və qalxdıqdan sonra Esselamu aleykum və rəhmətullah, Esselamu aleykum və rəhmətullah deyərək namazdan çıxırıq. Ancaq əlavə artıq qılmışıqsa, salam verib çıxırıq, yenidən səhv səcdəsi edirik, 2 dəfə, sonra salam verib yenidən çıxırıq. Ola bilər ki, sual yaransın ki, yaxşı, onların ayırmadan səhv səcdəsi tətbiq etsək necə olar? Yenə də səhihdir. Ancaq əfzəl olan budur. Ona görə, möhtərəm qardaşlar, səhv səcdəsi bizim üzərimizə o zaman vacib olur ki, namazın hansısa bir vacibatını tərk etdiyimiz zaman. Yaxşı, sual olunur, sünnələr bəs? Sünnələri namazda tərk etsək, bizim üzərimizə səhv səcdəsi düşmür. Sünnə nədir? Etməkdə savab var, tərk etməkdə günah yoxdur. Ona görə sünnələrə vacib deyil ki, səhv səcdəsi edək. Sünnə nədir? Məsələn, təkbirlərdə əli qaldırmaq. Bunlar hamısı sünnətlərdir. Əli qaldırmasan, namaz yenə səhihdir. Əfzəl odur ki, əli qaldırasan. Bunun kimi sünnələr namazda çoxdur. Bəli.